Salam, bugün sizinlə bitki bölməsində sınaq 1-ə baxacağıq. Gəlin başlayaq. Kökün ucunun hansı rəqəmlə verilən hissəsi torpaqdan su və mineral maddələrin sorulmasını təmin edir? Torpaqdan su və mineralı soran əmici tellərdir. Digər adıyla kök tükçükləri. İxtisaslaşmış hüceyrədir. Baxın, əmici tellər də burada 1 ilə işarə edilən hissədə göstərilir. Düzgün cavab variantı A. İki ləpəli bitkinin yarpağında mövcud olan aşağıdakı hissələrdən hansı həm də əksər köklərində ola bilər? Maddələrin daşınmasını təmin edən borucuqlar. Bəli, bu həm kökdə, həm yarpaqda, həm gövdədə. Hər birində olacaq. Çünki hər birinə üzvü maddə və su lazımdır. Xarici təsirlərdən qoruyan hissə bu örtük toxumasıdır. Bəli, bütünlüklə bitkini örtdüyü üçün hər ikisində olacaq. Fotosintez edə bilən hissə fotosintez yarpağa xasdır. Buxarlanma, transpirasiya yenə yarpağa xasdır. 1 və 2 C variantı. Bərabər sayda yarpağı olan qarğa gözü, gicitgən və cökə zoğları götürülmüşdür. Əgər bu zoğlarda cəmi 16-18 yarpaq olarsa, necə olur? Bərabər sayda yarpaq dediyi üçün hər birinə x yazım. Yarpaqlarını bərabər götürüm. 3x bərabərdir 18. X də bərabər olacaq 6-ya. Yəni, hər birindən 6 yarpaq götürülmüşdür. İndi buğum aralarının deyir, maksimum cəmini tapın. Buğum aralarını tapmaq üçün birinci buğumu tapım. Buğumdan da 1 çıxaraq buğum arasını tapacağım. Qarğa gözündə 6, hər birində dediyi 6 yarpaq var. 6 yarpaqdırsa, demək 3 düzülsün, hər buğumda 3 yarpaq olsun. Bu zaman nedir mənə 2 buğum? Buğum arasında tapdıqda 2-dən 1 çıxıran 1 buğum arası. Gicitgəndə. Gicitgən qarşı-qarşıya düzülübdür. Deməli, gicitgənin də 6 yarpağı varsa 3 buğumu var, hər buğumda 2 yarpaq var. 3 buğumu varsa 2 dənə də buğum arası var. Cökənin isə 6 yarpağı 6 buğumda düzülüb. Buğum arasını tapmaq üçün 6-dan 1 çıxacam 5. Buğum aralarını topladıqda 1 üstə gəl 2 üstə gəl 5 edəcək 8. C variantı. Aşağıdakı təcrübəyə əsasən zoğun hansı hissəsi rəngli boya ilə boyanır? Zoğu əgər mən rəngli suya qoysam, su daşınan hissəsi boyanacaq. Su da kislema boruları ilə daşınır. Baxın, bu B-də göstərilən şəkil uyğundur buna. Müvafiq olaraq X, Y, Z ilə hansı kök növləri göstərilmişdir? X gövdədən çıxırsa, deməli bu əlavə. Y bariz şəkildə göstərilirsə əsas. Və Z də əsasın üstündən çıxıbsa yan olacaq. Deməli, əlavə əsas yan. D variantı. 6-cı sual. Aşağıdakı şəkildə Petri fincanında cücərdən 3 lobya toxumunun kök vəziyyətləri göstərilmişdir. Ümumiyyətlə, yadımızda saxlayırıq. Kök hər zaman aşağı, gövdə isə yuxarı istiqamətləndirməlidir. Necə qoyuruq qoymamızdan asılı deyil toxumu. Hər zaman kök aşağı gedəcək, gövdə yuxarı gedəcək. İndi baxın, X-də kök aşağıdır, bəli, doğrudur, bu şəkildə qalacaq. Y-də də kök aşağı istiqamətlənməlidir. Z-də də kök aşağı istiqamətlənməlidir. Buna da doğru bənzər elə B variantı. Baxın, bu ikisi olduğu kimi qalır. Y aşağı istiqamətlənməlidir, həmçində Z. Düzgün cavab variantın B variantı. Doğru fikri müəyyən edin. Leykoplastlar. Leykoplastlar plastiklərin bir növdə ehtiyat qidan maddələr toplayır, rəngsizdirlər. Əsasən, məsəl üçün, kartof yumrusunda və s. olur. Fotosintez prosesində xloroplastlar həyata keçirir. Bitkiyə sarı narıncı xromoplastlardır. Şəkər formasında üzvü maddə hazırlayır xloroplastlardır. Nişasta yağ zulalı ehtiyat halında saxlayır. Bəli, bu leykoplastlardır. Şəkildə göstərilən yarpaq haqqında hansı fikir yanlışdır? Sadə yarpaqdır. Bəli, baxın, bir saplağı, bir ayası var. Bir saplağın üzərində bir aya varsa, bu sadə yarpaqdır. Doğrudur. Damalanması torvaridir, bəli, torvaridir. Saplağa malikdir, bəli, saplağı var. Generativ tumurcuqdan inkişaf edir. Xeyr, yarpaq vegetativ tumurcuqdan iştirak edəcək. Bəzən burada uşaqları bu çiçək çaşdıra bilər, amma çiçəyin bu yarpağa aidiyyatı yoxdur. Bu çiçək özü generativ tumurcuqdan inkişaf edə bilər. Amma bu yarpaq vegetativ tumurcuqdan inkişaf edəcək. Yanlış D variantı. Uyğunluğu müəyyən edin. Cökədir, sonra burada toz ağacıdır. Bunlar növbəli düzüləcək A və E. Daha sonra qarşı-qarşıya gicitgən və yasəmən tapaq D və C. Bu isə topalıdır, qatır quyruğu və oleandr olacaq. B və K. Deməli, A, E, D, S və B, K. A, E, D, S, B variantı.
10-cu sual. Hansı bitkidə etit qida maddəsi kökdə toplanmamışdır? Yer kökü, meyvə kökü toplanacaq. Çuğundur, meyvə kökü toplanır. Georgi kök yumrusu. Baxın, bunu yadınıza saxlayın, bu kök yumrusudur. Toplanacaq. Sözsüz ki, kartof amma gövdə yumrusudur. Deməli, kartof da gövdədə toplanacaq. Ona görə toplanmamışdır deyir kartof. Vegetativ tumurcuqda rast gəlinməz. Yadınızda saxlayın. Vegetativdə də, generativdə də hər ikisində tumurcuq başlanğıcı, yarpaq başlanğıcı rast gəlinəcək və üzərini örtən pulcuqlar hər ikisində rast gəlinəcək. Amma vegetativdə zoğ başlanğıcı olur, generativdə isə çiçək başlanğıcı. Bu bunların fərqidir. Vegetativdə rast gəlməz desə çiçək başlanğıcı, generativdə rast gəlməz desəydi zoğ başlanğıcı götürəcəkdim. 12. Bərabər sayda boğumlara malik 2 nanə zoğunda olan boğum arası sayı qədər. Baxın, 2 nanə deyir. Nanə, yazın. Bərabər sayda boğumlara malik. Boğum deyirsə, bərabər deyirsə, ikisini də x yaza bilərəm. Olan boğum arası sayın cəmi 6 ədəd olarsa, bunun x qədər boğumu varsa, çünki deyir bərabər sayda boğuma malik 2 nanə. X qədər boğumu varsa, x minus 1 qədər boğum arası olacaq. X minus 1, x minus 1. İndi bu da deyir ki mənə, ikisinin birlikdə boğum arasının sayı 6 ədəddir. Yəni, 2x minus 2 bərabərdir. 2x minus 2 bərabərdir 6-ya. Baxın, bu ikisini topladım. Buradan 2x bərabərdir 8-ə, x də bərabərdir 4 edəcək. Deməli, başlanğıcda hər birində neçə dənə boğum var imiş? 4 dənə. Deyir ki, bir ədəd nanə zoğunda olan boğum sayı qədər, yəni 4. Boğumu olan yasəmən zoğunda. 4 boğumu olan yasəmən zoğunda deyir neçə yarpaq olar? Yasəmən qarşı-qarşıyadır. Hər boğumunda 2 yarpaq var. 4 boğumda 8 yarpaq edəcək. Düzgün cavab variantı B variantı. Bərabər sayda boğumu olan yasəmən olayandır günə baxan. Yenə bərabər sayda boğum deyirsə x yazaq. X. Boğumdur. Cəmi 30 yarpaq var. Baxın, yasəmən x qədər boğumunda 2x qədər yarpaq var. Axı demişdik, yasəmən dikicikgəndir, qarşı-qarşıyadır. Bir boğumda 2 yarpaq var. Oleandırda x qədər boğum varsa, 3x qədər yarpaq olacaq. Çünki hər boğumunda 3 yarpaq var. Günə baxansa növbəli də x qədər boğumda x qədər də yarpaq olacaq. Bunlarda deyir 30 yarpaq var ümumilikdə. Nə edəcək? 5x, 6x. 6x bərabərdir 30-a, x də bərabərdir 5-ə. Mən nəyi tapdım 5-lə? Boğumu. Deyir, bu zağlarda maksimum neçə boğum arası olar? İndi 5 boğum bunda, 5 boğum bunda, 5 boğum bunda. Boğum arası deyirsə, hər birinin boğumundan 1 çıxacam. Yəni 4, 12. Ümumi edəcək 12 boğum arası. Uyğunluğu müəyyən edin. Yenə cökə, növbəli, yasəmən, qarşı-qarşıya, qaragözü, ardıcıl, A, B, C. C variantı. Şəkildə göstərilən yeraltı şəkil dəyişmə haqqında hansı fikir yanlışdır? Bu bir meyvə kökünü göstərir bizə. İndi nə deyir? Yanlış istəyir. Əsas kök və gövdən yeraltı şəkil dəyişməsi. Bəli, əsas kök və gövdən aşağı hissəsinin yeraltı şəkil dəyişməsidir. Bu doğrudur. Birilik bitkilərdə müşahidə edilmir. Bəli, meyvə köklər uşaqlar ikilik bitkilərdə müşahidə edilir. Birinci il meyvə kökünü yaradır, ikinci isə çiçək açır həmin bitkilər. Üzərində bilavasitə əlavə kök inkişaf edə bilər. Bəli, bu gövdənin aşağı hissəsinin şəkil dəyişməsidir deyə, orada gövdə var deyə əlavə kök adını çəkə bilərəm. Düzdür? Bir bitkidə sayı bir və daha çox ola bilər. Xeyr, ancaq bir ədəd ola bilər. Çünki bu əsas kökün şəkil dəyişməsidirsə, bir dənə əsas kökü olur. Verilən fikirlərdən hansı yanlışdır? Kökün ucu hissəsində yerləşən törədici toxuma hüceyrələr daim bölünür. Aha, əmələ gələn hüceyrələr kökün enə istiqamətdə böyüməsini təmin edir. Xeyr, kök üksüyün bilavasitə ucunda törədici toxuma var. O həm kök üksüyünü yenilir, həm digər toxumalar və kökün uzunluğuna böyüməsini təmin edir. Enə yox. Elə A yanlışdır. Yarpaqları topa düzülmüş bitkidə en qədər yarpaq var. Aha, en qədər yarpaq var. Bu bitkidə olan boğum aralarının maksimum sayını tapın. En qədər yarpaq varsa, mən birinci bunun boğumunu tapmalıyam. Topa düzülüşdə də bir boğumda 3 yarpaq yerləşir daxı. Mən yarpaqların sayını 3-ə bölərək boğumu tapım. Ondan da 1 çıxaraq boğum arasını tapım. Çünki mən deyir boğum arasını tap. N bölünsün 3 çıxılsın 1. D variantı.
18-də aşağıda həyata keçirilən cavab prosesi verilmişdir. Aha, bununla əlaqəli olaraq verilən fikirlərdən hansı doğrudur? X olaraq göstərilən anaç, Y olaraq göstərilənsə qələmdir. Baxın, burada anaç, ümumiyyətlə yadınızda saxlayın. Anaç digər adıyla calaq altı, qələm digər adıyla calaq üstü. İndi bax, X kökü hansı yerdədirsə, o anac adlanır və ya calaq altı. Hansı ki, qələm şəklində gətirilir, ora calaq edilir. Yəni, bu hissə, bu yaşıl hissə. Bu isə qələm adlanır və ya calaq üstü. İndi deyir, X-də göstərilən anac, Y-də göstərilənsə qələmdir. X, bu tam göstərməyib, yox, Y-də deyil. Anaç yenə dedi, kökü yerdə olan idi, qələm isə gətiriləndir. Y-də başqa bir bitkinin sonraki halını göstərir. X isə əvvəlki halını, doğru deyil. Z bitkisinin kök və yeni əmələ gələn yarpaq hüceyrələri fərqli genə malikdir. Z bitkisi, bəli, bunu göstərir. Kökü əvvəlki bitkidə nə olacaq? Yeni yarpaqlar isə bax bu bitkidə. O da deyir, fərqli genlərə malikdir. Bəli, doğrudur. İkini götürə bilərəm. Z bitkisinin əmələ gətirdiyi toxumlarda Y bitkisinin genetik material olmayacaq. Z bitkisi iki ayrı bitkidir və toxumları da fərqli olacaq. Z bitkisi əmələ gətirir toxumlarda, Y bitkisinin özü də toxum əmələ gətirdiyi üçün orada onun da genetik material olacaq. Ona görə bu doğru cümlə deyil. Düzgün cavab variantın B variantıdır. Yalnız 2 doğrudur. Hansı bitkinin yarpaq damarlanması paraleldir? Əsasən birləpəli bitkilərin yarpaq damarlanması paralel olur. Buğdadır, qamışdır, soğandır bunlar. Burada da paralel deyirsə buğdayını götürəcəyik. Saplaqsız yarpaqlara aiddir qərənfil misal üçün. Saplaqsızdır. Həmçinin yadınızda saxlayın. Desək ki, aşağıdakılardan hansı yarpaq quruluş, necə desə, məsəl üçün, günəşə çıxarılmasına və s. çətinlik çəkir, yenə saplaqsız götürəcəksiniz. Və yaxud da ki, yarpaqda ümumi xüsusiyyətlərinin sayı quruluşunda azdır, yenə saplaqsızı götürəcəksiniz. Çünki yarpaq iki hissədən ibarət ola bilər, saplaq və aya. Saplaqsızların hissəsi daha az olacaq. Çünki saplağı yoxdur, yalnız ayası var. Hansı bitkinin yarpaq damarlanması şəkildəki kimidir? Bu bizə torvari damarlanmanı göstərir. Torvari inci çiçəyində göstəridir, bağa yarpağı, qarğıdalda paraleldir, palıtda isə torvari olacaq. C variantı. X, Y, Z kökləri haqqında hansı fikir yanlışdır? Deməli, X əlavədir, Z kökü yandır, Y kökü isə əsas kökdür. İndi bizə deyir, X kök növü yarpaqdan da inkişaf edə bilər. X əlavədirsə, əlavə kök ümumiyyətlə yarpaqdan və gövdədən inkişaf edəcək. Bu doğrudur. Y kök növü bir bitkidə bir ədəd olur. Bəli, əsas bir bitkidə bir ədəd olacaq. Z kök növü bilavasitə gövdədən çıxa bilər. Z yandır. Əgər o bilavasitə gövdədən çıxsa, kökü o əlavə adlanacaq. Z əlavənin üzərində çıxa bilər. Bilavasitə gövdədən çıxa bilməz. Elə C səhvdir. Aşağıda bir bitkinin yarpağının enə kəsiyi verilmişdir. Nömrələnmiş hissələrdən hansı işıq enerjisindən istifadə edərək üzvü maddə hazırlaya bilər? Hazırlaya bilər bir ağırçıq, bax bu, bir sütunvari toxuma, bir süngərvari toxuma. Yəni, sütunvari 2, süngərvari 3, ağırçığı da aşağıda işarəliklər 5 ilə. 2, 3, 5. C variantı. Sizdən ardıcılığı soruşsa, daha çox hazırlanır 2-də, ən çox 2-də, sonra 3-də, sonra 5-də. Yəni, ən az ağırcıqda olacaq fotosintez. Sonra 24. İşıqlı sahədə böyüyən, eyni növ olan iki bitki ilə aşağıdakı mexanizmlər hazırlanmışdır. Birinci mexanizmlərdə bitki sabit saxlanmaqla, ikinci mexanizmdəki bitki o istiqamətdə daim fırlanır. Burada nəyə yadınızda saxlayacaqsınız? Daim fırlanan bitki öz cəhətini müəyyən edə bilmədiyi üçün normalda bayaq da dedim, kök hər zaman aşağı, gövdə yuxarı doğru inkişaf edir. Bunda o mexanizm olmayacaq. Amma sabit saxlananda normal. Kök aşağı gedəcək, gövdə yuxarı qalxacaq. Yəni bunun gövdəsi zamanla yuxarı qalxacaq, kökləri isə aşağı doğru istiqamətlənəcək. Amma 2-də isə yox. İndi nə deyir burada? Bu bitkilərlə əlaqəli verilənlərdən hansı yanlışdır? Birinci mexanizmdə bitkinin kökü aşağıya doğru yönələr. Bəli, bu doğrudur. Çünki dedim ki, birincidə kökü aşağı gedəcək, gövdəsi isə yuxarı qalxacaq. Doğru deyirsə bunu götürmürəm, yanlışları götürməliyəm. Birinci mexanizmdə bitkinin gövdəsi yuxarı yönələr. Bəli, bu da doğrudur, götürmürəm. İkinci mexanizmdə bitkinin kökündə yönəlmə olmaz. Bəli, çünki dedim bu daim fırlanır deyə cəhətini müəyyən edə bilməyəcək. İkinci bitkidə bitkinin kökü
aşağı yönələr? Xeyr, yönəlməyəcək. Bu səhvdir, bunu götürürəm. İkinci mexanizmlə bitkinin gövdəsi yuxarı yönələr? Xeyr, yönəlməyəcək. Bu da səhvdir, götürə bilərəm. 4 və 5. 4 və 5 A variantı. Protal və protonema üçün ortaq deyil. Avtotrof olması. İkisi də yaşıldır, ortaqdır, fotosintez edir. Ali sporlu bitkinin ilk cücərtisi olması. Doğrudur. Protal qıjının, protonema isə mamırın ilk cücərtisidir. Qametlərə malik olması ortaq deyil. Protalın üzərində qametlər yaranır, protonemada yaranmır. Bu da ortaq deyil. Və burada deyir cinsi nəsil olması. Protal cinsi nəsil sayılır. Amma protonema cinsi nəsildir. Ümumiyyətlə bir nəsil sayılmır. Ona görə bu da ortaq deyil. Yəni burada iki variantda götürə bilərik.